Deməli, yaxın oturaq. Bir xanım paylaşım edib ki, qaynanam məni bu dırnaqlarla deyir yemək bişirmə. Mən də qaynanama hörmət əlaməti olaraq dırnaqlarımı yəni istifadə eləmirəm də hər gün. Mən ona yazılan rəylərə baxdım. O qədər qaynana gəlin düşmənçiliyi var ki, inanın ki, orada yazır ki, qələt edir qaynana. Bunların hamısı boşanmış qadınlardır bu sözləri yazan. Yəni qaynanasına, kişi tərəfə hörmət eləməyən qadınlardır. O kimdir? Belə xoşuna gəlmir, özü bişirsin. Sən öz gözəlliyinə bax, neynə? O qədər qaynana tərəfə, qaynanaya düşmənçilik var ki, bunu kim yaradır? Gəlinlər özləri. Yəni bir qadın qaynanasına hörmət göstərmək istəyir. Digər talpa yığışıb deyir ki, sən əski adamsan, sən öz gözəlliyinə bax, sənə lazımdır. Xoşu gəlmir, özü bişirsin, özü nə bilim təmizləsin, özü neynəsin. Problem yenə də bizim gəlinlərimizdə.